Hər kəsə salam. Bugün belə bir test nümunələrimiz var əvəzliklərlə bağlı. Əslində bir-birinə oxşar kimi görünən, amma bir-birindən fərqlənən iki test nümunəsidir. Birinci testimizə baxaq. Deməli, bilirik ki, əvəzliklərlə bağlı testdə əgər bizə verilən cümlədə of görürüksə, biz birinci növbədə heç digər variantlara baxmadan A variantındakı every əvəzliyini silirik. Çünki every heç bir halda birbaşa ofla işlənməz. Sonra ikinci baxacağımız hissə cümlənin xəbəridir. Cümləmizin xəbəri reads təkdədir. Bu variantlar arasında tək xəbərlə işlənə biləcək əvəzliklər all və each'dir. Çünki both əvəzliyi tək xəbərlə işlənməz. Both əvəzliyində çıxaq. Qaldı B, D və Y variantları. Deməli, all əvəzliyi dedik ki, tək xəbərlə işlənə bilər. Amma burada bir şey var. Əgər all əvəzliyindən sonra bizə verilən isim sayıla bilməyən isim olarsa, o zaman tək xəbər işlənə bilər. Amma baxırıq bizim ismimiz cəm isimdir. Cəm isimlərlə tək xəbər işlənməz. Ona görə all əvəzliyi də burada işlənə bilməz. Ona görə B və D variantlarında çıxırıq. Qalır cavab olaraq bizim Y variantımız. Gəldik ikinci testə. İkinci testdə isə eyni ilə birinci testdə oxşayır, amma biraz fərqlidir. Çünki fikir versəniz, burada xəbər birinci cümlədəki xəbər kimi təkdə deyil. Read olaraq verilib. Deməli, burada variantlara baxırıq. Yenə birbaşa of gəlib deyə A variantına çıxaq. Every çünki ofla işlənməz. Sonra baxırıq B variantına. B variantında demişdik ki, all əvəzliyindən sonra əgər cəm isim gələrsə, xəbəri cəmdə ola bilər. Bəli, all düzdür. Amma burada baxın, ikinci tərəfdə there işlənib. There əvəzliyi işlənibsə, bu deməkdir ki, oğlanların hamısı öz kitablarını oxuyurlar. Öz kitablarını deyirsə, deməli hərəsinin ayrı-ayrı kitabları var da. Bu zaman kitab təkdə işlənə bilməz. Cəm olmalıydı, books şəklində olmalıydı. Ona görə B variantını da işlədə bilmərik. Eyni ilə both uyğundur birinci tərəfə, amma ikinci tərəfdə yenə there deyirsə, there'ın əvəzliyi, ismi cəmdə olmalıdır. Bu zaman C variantında çıxdıq. D variantında isə bizdə baxın, burada her verib. Birbaşa baxırıq ki, boy olan yerdə her işlənə bilməz. Okay. Bu variantı da çıxdıq. Qaldı each, his. Hər ikisi uyğundur. Amma deyə bilərsiniz ki, bəs yuxarıda reads-ə görə biz each seçdik. Bəs axı burada reads yoxdur, cəm xəbərdir, tək xəbər deyil. Amma burada belə bir şey var. Cümləmizin əvvəlində make var. Yəni bizim mürəkkəb tamamlıq dediyimiz complex object var. Complex object bilirsiniz ki, 3 kateqoriyada feillər işlənə bilir və orada birinci kateqoriya feillərimiz var ki, let və make özündən sonra gələn feili heç nəsiz, sadə şəkildə tələb edir. Ona görə bu cümləmiz mürəkkəb tamamlığa daxil olduğu üçün burada xəbərimiz heç bir halda nə şəkilçi qəbul edə bilməz, nə to, nə ing heç biri ilə işlənə bilməz. Sadə formada, ilkin formada işlənməlidir. Ona görə burada da eyni ilə cavabımız Y variantıdır.